Telefonlarınızı bağlayın müəllimlər, əlavə səs olmasın. İndi baxaq 3-cü mövzuya. Deməli, ev heyvanlarına qulluq texnologiyası. Burada bizdə nədən gedir söhbət? Buna baxaq indi. Bax, nə deyir burada? Deyir ki, bax, ev heyvanları deyəndə daha yəni təkcə burada toyuqdan, cücədən getmir də söhbət. İri buynuzlu inək camışdır, xırda buynuzlu qoyun keçidir, yəni mal-qaranın saxlanması, heyvandarlıq məhsullarına olan ehtiyacı nə edir? Təmin edir. Bazar iqtisadiyyatının əsas qanunlarında da deyilir ki, əgər məhsula ehtiyac artırsa, onun qiyməti qalxır və deməli onun istehsalı da böyük gəlir gətirir. Deməli, insan kənd təsərrüfatı heyvanların saxlanmasından həm yeyinti məhsulları əldə edə bilər, həm də istehlak xammalı. Yeyinti məhsulu olaraq ət, süd, yağ, istehlak xammalı olaraq yundur, cod, tükdür, dəridir, sümükdür, yəni bunları əldə edir. Ev şəraitində qoyundur, keçidir, bunların saxlanması kiçik təsərrüfatlar üçün gəlirli sahədir. Deməli, ən gəlirlisi qoyun və keçinin saxlanması kiçik təsərrüfatlarda. Bu heyvanlar yemə tələbkar deyil, yəni çox yem istəmirlər, sürü halında yaşayırlar. Ona görə də yəni ki, qoyunçuluq üçün böyük təsərrüfat lazım deyil. Yəni az vəsait, az pul sərf etməklə nə edə bilərik? Neçə dəqiqə? Az pul sərf etməklə kiçik təsərrüfatlarda bu heyvanları bəsləməklə biz nə edə bilərik? Yaxşı gəlir əldə edə bilərik. İndi baxaq görək qoyun və keçi saxlamağın hansı faydaları var? Deməli, qoyun əti dünyanın hər yerində ekoloji təmiz qida sayılır. Deməli, necə qida sayılır? Bizdən soruşsa ki, hansı ət növü, hansı qida növü ekoloji təmiz qidadır? Yadımızda saxlayırıq ki, qoyun əti. İslamda da yəni ki, görürsünüz ki, qoç kəsirlər, qurban kəsirlər. Çünki qoyun müxtəlif hormonal əlavələr qatılmış yemləri qəbul etmirlər. Yəni ki, hormonal əlavələr qatılmış yemlər yemirlər. Alman alimləri də belə hesab edirlər ki, qoyun əti insanlarda xərçəng toxumalarının inkişafını ləngidir, hətta onları məhv edir. Bax, belə düşsə ki, hansı qida növü, hansı ət növü xərçəng toxumalarının inkişafını ləngidir, onları məhv edir. Yadımızda saxlayırıq ki, qoyun ətidir. Çünki ekoloji təmiz qidadır. Hormonal əlavələr qatılmış yemi bu qoyun əti qəbul etmir. Deməli, qoyun əti də müəllimlər 2 növə ayrılır. 1 yaşına qədər heyvanın əti, quzu əti, 1 yaşından yuxarı heyvanın əti isə qoyun əti adlanır. Deməli, 1 yaşa qədər quzudur, 1 yaşdan yuxarı isə qoyun ətidir. Deməli, qoyun əti çox gözəl dad keyfiyyətinə malikdir. Tərkibində zülaldır, amin turşulardır, vitamin və mineral maddələrə görə mal ətindən üstündür. Deməli, nəyə görə mal ətindən üstündür? Tərkibində olan amin turşuların, mineral maddələrin, vitaminlərin və zülalların miqdarına görə. Deməli, qoyun ətinin ən gözəl xüsusiyyəti daha az xolesterinə malik olmasıdır. Deməli, baxın müəllimlər, burada verilibdir. Bircə dəqiqə. Baxın, qoyun ətində xolesterin nə qədərdir? 290. Amma mal ətində 750 xolesterin var. Bax, böyük rəqəm varsa, mal əti özü də miqdarına görə böyükdür da, düzdür. O zaman biz götürücüyük mal ətini xolesterinə görə. Amma kiçik rəqəm varsa, biz götürücüyük nəyi? Qoyun ətini. Məsəl üçün, burada nə deyir? Deyir ki, 290. 290-dır da. Bax, burada görürsünüz 9 rəqəmi var. 9 rəqəmində də O hərfi var. 9. Bu şəkildə də yadda saxlaya bilərik. Bax, qoyun sözündə də O hərfi var. Bax, 750-də 9 yoxdur. 750 kalori deməli ceydədir. Qoyun ətindədir xolesterin tərkibi, xolesterin. Amma ki 290, dedik ki, bax 290. Bunda da 9 var.
9-da da O hərfi var, qoyunda da O hərfi var. Yəni bu şəkildə yadda saxlasaz, testlərdə qarışdırmazsınız. Deməli, bütün qoyun cinslərinin əti yeməli hesab edilir, amma əsasən ətlik, yunluq, ətlik, yağlıq qoyun cinslərinə üstünlük verilir. Bax, ümumilikdə dedik ki, bütün qoyun ətləri necə hesab olunur? Yeməli hesab olunur. Amma əsasən isə ətlik, yunluq və ətlik, yağlıq qoyun cinslərinə üstünlük verilir. İndi baxırıq. Bax, burada nə deyir? Bax, deməli, 3 yerə bölündü da, deməli, qoyun əti üstünlüyünə görə. Ətlik, yunluq, bir də ətlik, yağlıq. Bax, orta yaşlı qoyun cəmdəyi yaşından, cinsindən, köklüyündən asılı olaraq 18-30 kiloqram, 1 yaşa qədər olan quzu cəmdəyi isə 15-18 kiloqram olur. Köhnə kitablarda 15-16 da yazıbdır. Bax, burada nə deyir? Bax, quzu əti toz soğuran. Bax, quzu nə qədər oldu? Çəkisi 15-18 kiloqram. Bax, toz soğuranın tozluğunun da, məsəl üçün, çəkisi nə qədər idi? Toz keçiciyik 8-ci sinifdə soğuran deyək də. Burada da 1,5, 1,8 götürəcək. Bax, quzuda da Z var, toz soğuranda da Z var. Rəqəmlər də bir-birinə deməli oxşuyur da, bir aralarında belə vergül qoyublar. Quzuda deməli 15-18-dir, toz soğuranda da 1,5, 1,8. Deməli, orta yaşlı qoyun cəmdəyi də 18-dən yuxarı 30-a qədərdir. 18-30 kiloqrama qədər arasında dəyişir. İndi baxırıq. Səhifəni bircə dəqiqə mən dəyişim, qaldırım yuxarı. Bax, burada nə deyir? Deyir ki, qoyun və keçi südü qiymətli qida məhsulu hesab edilir. Hər ikisi qiymətli qida məhsuludur. Qoyun südü zəngin tərkibə malik qida məhsuludur. Qoyun südünün bahalı, ləziz pendir növlərindən hazırlanmasında istifadə edir. Rokfordur, pekarinodur, Qafqazdır, brinza kimi çox qiymətli pendir növləri ondan hazırlanır. Kimyəvi tərkibinə görə qoyun südü inək südündən fərqlənir. Deməli, tərkibinə görə fərqlənir. Tərkibinə görə, məsəl üçün, deyirik ki, qoyun südünün tərkibində 6-8% yağ var. Deməli, nə qədər oldu? 6-8% deməli, yağ oldu qoyun südünün tərkibində. Bu hissəyə baxırıq. Sonra, bax, qoyunlara deyirdik ki, dənəvər duzu nə qədər verməli? 8-10 qram. Bax, yağda da, belə deyək də, 8 duz. Bax, yağ da deməli, yağda da 8% var, 6-8%. Duzda da 8 duz. Məsəl üçün, zı kimi yadda saxlayırıq da, dənəvər duzda deməli 8-10 qram verməliyik. Sonra, zülal. Zülal sözü özü 5 hərfdən ibarətdir. Bir dənə də 5 zülalda var. Zülal nə qədər veririk? 4,5, 6% zülal var südün tərkibində. Ondan sonra, deməli, süd şəkəri də 4,6 faizdir. Mineral duzlar da deməli nə qədər faizdir? 0,8% mineral duzlar və vitaminlər var. Bax, duzda da Z hərfi var, 8-də də Z hərfi var. Deməli, mineral duzlar nə qədər oldu? 0,8% oldu qoyun südün tərkibində. Deməli, yağ nə qədər oldu? 6-8% yağ var qoyun südün tərkibində. Ondan sonra zülal 4,5 6%'dir. Dedik ki 5 zülal sözü 5 hərflidir. Deməli 5 olanda 4,5 olanda nədədir? Zülaldır. 4,5 6% olan rəqəm. Deməli 4,6%-də nə var? Süd şəkəri var qoyun südünün tərkibində. Bax, quru maddələrə gəlincə isə qoyun südündə olan onlar inək südünə nisbətən deməli 1,4
dəfə, yağ və zülal isə 1,8 dəfə artıqdır. Deməli, quru maddələr 1,4 dəfə artıqdır inək südündən, qoyun südündə. Zülalla yağ isə 1,8 dəfə artıqdır. Bax, 1 litr qoyun südündə ümumi qidalılıq 1060 kilokaloridir. Deməli, 1 litr qoyun südünün qidalılığı nə qədərdir? 1060 kilokaloridir. Bax, burada nə var? Bax, keçi südünü deyir. Keçi südündən yəni ki, bəzi analar da istifadə edirlər. Ana südünə olduqca yaxın olduğu üçün bəzən südü olmayan analar keçi südü alıb, yəni ki, evladlarına verirlər. Bol miqdarda, yəni immunoglobin var onun tərkibində. Buna görə keçi südü lap qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Sübut edilibdir ki, bu qida məhsulu bədəndən radionüklidləri çıxarır və allergiyanı aradan qaldırır. Baxın, radionüklid nədir? İnsan orqanizminə mənfi təsir edən radioaktiv maddədir ki, bu insana allergiya verir. Deməli, keçi südü də bunu içməklə qanda allergik hemoqlobin olduğu üçün onun tərkibində qanda olan bu allergik reaksiyaları götürür. Ondan sonra nəyə baxırıq? Deməli, bu heyvanlardan alınan dəridir, yundur, cod, tükdür, qiymətli xammal hesab edilir. Bu təbii materiallardan hazırlanmış geyim rahat və sağlamlıq üçün yararlı hesab edilir. Bax, bunlar deməli təbii materiallardır, təbii şeylərdir, parçalardır deyək də. Heyvandan alınan, heyvan mənşəli dəridir, yundur, cod, tükdür. Sonra, qoyun yaxşı qulluq və yemləmə şəraitində tez artan heyvandır. Yəni, qoyun 5 dənə alırsan, baxırsan, bir ilə görürsən ki, əməli artım olur. Yaxşı baxsaq, yaxşı yemləsək, tez artım verən heyvandır. Onların saxlanması üçün isti aylarda xüsusi şərait tələb olunmur. Yəni, adətən yayda qoyunlar sürü halında otlamağa çıxarılır və payıza qədər bu davam edir. Məsəl üçün, aparırlar otlaq yerlərinə buraxırlar, öz şeylərinə bəzi yerlər var, yaylaqlara. Yaylaqlarda özləri, yəni ki, otarırlar. Heç orada tövləyə ehtiyac olmur. 10 baş qoyun quzu üçün, deməli, 30-40 kub metr arxaç lazımdır. Bax, bu 30-40 rəqəminə biz indiyənə qədər harda, nələrdə rast gəlmişdik müəllimlər? Kim deyə bilər? Bax, bu 30-40 rəqəmi. Stulların təmirində. Onların ləm isteğmalı zamanı idi müəllimə. Tikiş zamanı. Tikiş Stulların təmiri də var. Bax, stulların təmirində demişdik ki, əlavə, yəni ki, dəst olmalıdır. 30-40 ədəd əlavə dəst olmalıdır. Başqa hardaydı? Sevda müəllimə, siz də nəsə dediniz? Toz-soranın işləməsi idi müəllimə. Toz-soranın işləməsi idi. Bir də tikiş maşınında tikmə zamanı gözdən məmulata qədər olan məsafə 30-40 sm idi. Toz-soran da deməli 30-40 dəqiqədən biz nə etməliyik? Nə qədər böyük məsafə təmizləsək də fasilə verməliyik. Artıq işləməməlidir. Artıq işləməməlidir. Bax, 4 yerdə rast gəlmişik. Bir toz-soranda, bir tikiş maşınında emal zamanı məsafə gözdən, bir stulların, yəni ki, artıq təmir dəsti deyək də 30-40 ədəd olmalıdır. Bir də ki, 10 baş qoyun quzu üçün 30-40 kubmetr arxaç lazımdır. Deməli, bunu 4 yerdə də artıq biz qarışdırmarıq, rastlaşanda yadımızda qalacaqdır. Bax, arxac qoyunların açıq havada saxlanması üçün yerdir. Müasir texnologiya və materiallar ilə tövlə tikmək o qədər də çətin iş deyil. İsti olması üçün hündürlüyü az olmalıdır. Biz bilirik ki, isti hava yuxarı yığılır, ona görə alçaq olmalıdır. Tövlənin özülü olduqca sadə üsulla qoyulur və bu da tikintini asanlaşdırır. Bax, tövlənin istilik sistemi tikinti zamanı nəzərdə tutulmur. Çünki qoyunlar özlərini qızdıra biləcək qədər istilik buraxırlar. Yəni ki, ora nə otopleniya sistemi, nə istilik
çəkilmir qoyunların tövləsi üçün. Çünki onlar özlərini öz nəfəslərinə deyək də isidirlər. Amma tövlə işıqlı olmalıdır. Təzəyin çıxarılması, yay vaxtı havanın dəyişdirilməsi üçün bir açıq pəncərə qoyulmalıdır. Döşəmə lövhələri duru tullantılardan rahat axıb tökülməsi üçün məsamələrlə vurulmalıdır. Yəni ara məsamələri olmalıdır. Qışda qoyunları təmiz havada yemləmək lazımdır. Kombinə edilmiş yemdən ilıq su əlavə edilməklə hazırlanmış horra qoyunların həvəslə yediyi qida məhsulu. Testdə soruşsa ki, qoyunların həvəslə yediyi qida məhsulu hansıdır? Yadımızda qalsın ki, kombinə edilmiş yemə ilıq su əlavə edərək hazırlanan horra. Sonra yemləmə zamanı boş arxaclardan peyin təmizlənib atılır. İndi baxırıq. Bax, burada nə deyir? Bu hissəyə baxalım. Deyir ki, qoyun arxacında su və yem təknələri qoyulur. Təknələr dirəklərin üzərindən asılır ki, qoyunlar onları tapdamasın. Yəni, ayaq altda qalıb batmasın. Bütün qoyunların bir arada su və yem qəbul etməsi üçün təknələr hesablanmış ölçülərdə quraşdırılır. Təxminən bir baş qoyun üçün 0,25 metr ölçüsündə deməli nə olur? Təhnə olur. Döşəməyə saman döşənir. Qışda qoyunu az olarsa tövlənin peyini təmizləmir. Çünki peyin üzərində qoyunlar necə yatır? Rahat və isti yatırlar da, isti olur ora. Yazda isə bütün tövlənin peyini təmizlənib dirriyə, yəni dirrik də deyirik, tərəvəz də deyirik, bağ-bostan da deyirik, ora tökülür. Qalın yun örtükləri olduğu üçün qoyunlar soyuğa davamlı olur. Küləksiz havada bütün günü bayırda qala bilərlər. Elə bu məqsədlə də tövlənin yanında yem və su təknələri ilə təchiz edilmiş arxaclar quraşdırılır. Tövlə rütubət olmamalıdır. Biz toyuq hinində də demişdik ki, yerə müəyyən kəpək tökülürdü, saman tökülürdü ki, ceyran otu tökülürdü ki, rütubət olmasın da, onlarda müəyyən xəstəliklər yaranırdı. Burada da yəni ki, qoyunlarda da tövlə rütubət olmamalıdır. Elə buna görə də hava təmizləyici qurğulardan, sərinkeşdən istifadə edilməlidir. Rütubətli tövlədə saxlanılan qoyunlar zəifləyir, immuniteti itirir, xəstəliklərə qarşı davamsız olur. Məsəl üçün, testdə sual düşərsə, əgər tövlə rütubət olarsa, bu zaman qoyunlarda nə baş verər? Yadımızda qalsın ki, rütubətli tövlədə saxlanan qoyun zəifləyir, immunitetini itirir, xəstəliklərə qarşı da dözümsüz, yəni davamsız olur. İndi baxırıq quzuların bəslənməsi və yemlənməsinə. Buralar biraz nəzəridir. Ona görə belə oxuyuram, lazım olan yerlərdə əlaqələndirirəm. Bax, burada nə deyir? Deyir ki, quzular xüsusi otlaqlarda otarılır. Amma təkcə otarılma ilə inkişaf etməkdə olan quzu orqanizmi lazım olan qidalı maddələri ala bilmir. Yəni, təkcə otladaraq quzunu bəsləyə bilmərik. Qidalı maddələri ala bilməz onun orqanizmi. Buna görə də quzular əlavə qidalı yemlənmədən istifadə olunmalıdır onların yemlənməsində. Bu məqsədlə də dənli bitkilərdən ibarət qarışıqlardan və cecədən istifadə olunur. Baxın, cecədən. Cecə nədir, müəllimlər? Deməli, dənli bitkilərdən ibarət qarışıqdan və cecədən nədə istifadə olunur? Quzuların yemlənməsində ki, onların bədəni inkişaf eləsin. Yəni, təkcə otlamaqla inkişaf eləmir orqanizm. Cecə də kənd təsərrüfatı heyvanları üçün zənginləşdirilmiş yemdir. Deməli, yağlı bitkilərin yağı çıxarıldıqdan sonra qalan qalıqdır. Bax, qalıq düşsə, biz cecəni götürəcəyik. Variantdan desə ki, cecəni tapın, orada qalıq sözü axtaracaq. Amma şurot nə idi? Şurot da var idi. Səhv eləmirəmsə 9-cu sinifdə idi o şurot. Şurot da günəbaxan toxumlarının cecəsi. Bax, cecə varsa cümlədə şurotu götürəcəyik. Amma cecəni soruşsa bizdən qalıq axtaracaq. Yəni ki, yağlı bitkilərin yağı çıxarıldıqdan sonra qalan qalıqdirsə, cecəni götürəcəyik. Amma ki, günəbaxan toxumlarının cecəsidirsə, şurotu götürəcəyik.
Yəni cümlədə cc sözü varsa, cavab şurop olacaqdır. Şurot. İndi davam eləyək. Bax, deyir ki, qışda quzular yüksək keyfiyyətli yemlə qidalanmalıdır. Az kalorili yemlə qidalanmış quzuların boyunu və çəkisini sonra bərpa etmək mümkün olmur. Yəni ki, dılığırlaşır, xırdalaşır, qalır da, əmələ gəlmir. Hər quzu gündə ən azından 1,5 deməli, kiloqram keyfiyyətli otla yanaşı meyvə köklülər və konsentratlar qəbul etməlidir. Deməli, dənəvər duz gündə bir baş quzuya 8-10 qram hesabı ilə verilir. Bununla yanaşı tövləyə daş duz da qoyurlar ki, onlar duza olan tələbatlarını ödəmək üçün o daş duzu yalasınlar. Sonra əlavə yemləmə üçün nəzərdə tutulmuş quru qida arpa, qarğıdalıdan, yaş qida isə yem çuğundurundan, kartofdan ibarət olur. Məsəl üçün desək ki, testdə quzuların bəslənməsi üçün quru qida nədir? Arpa və qarğıdalı. Amma desək ki, quzuların əlavə yemlənməsi üçün nəzərdə tutulmuş yaş qida, bu zaman çuğundur və kartofu götürəcəyik. Sonra yay aylarında qoyunlara gündə 2 dəfə, çox isti havalarda isə 3 dəfə su vermək lazımdır. Qışda isə qoyun 2,5 litr su içərsə, bu göstərici payızda məsəl üçün 3,5-dir, yazda 4 litrdir, yayda isə 5,5-6 litrə qədər yüksəldilə bilir. Deməli, yay aylarında neçə dəfə su vermək lazımdır desə, deyəcəyik 2 dəfə. Çox isti havalarda neçə dəfə su vermək lazımdır? 3 dəfə. Amma bizdən soruşsa ki, əgər qışda qoyun gündə neçə litr su içirdisə, qışda 2,5 litr, payızda desə neçə litr su içir? Gün ərzində 3,5 litr su, yazda 4 litr, yayda da isti olduğu üçün 5,5-6 litrə qədər məsəl üçün su içə bilər. Süd verən heyvanlar isə daha çox su qəbul edirlər, balaları olanlar. Qoyunları səhər otlağa çıxarmamışdan öncə, günorta dincəlmədən sonra, çox isti havalarda isə otarmadan sonra su verirlər. Bax, qoyunlara nə zaman su verirlər? Məsəl üçün, səhər nə zaman su verirlər desə, testdə variant olaraq götürəcəyik səhər otlağa çıxmamışdan öncə. Məsəl üçün, desək ki, günorta nə zaman sulamaq lazımdır? Günorta dincələndən sonra, amma soruşsalar ki, testdə çox isti havalarda nə zaman su vermək lazımdır? Onda da otarmadan sonra, yəni otarırıq, sonra suyunu veririk. Qoyun saxlayanlar bunu bilməlidirlər ki, bu heyvanlar çox qorxaqdır, yüksək səsi olanda onlar təlaş yarar. Məsəl üçün, yolda qoyun olur, siqnal verirsə, o heyvanlar çaşbaş düşürlər, təlaşa düşürlər. Qorxaq heyvanlardılar. Qoyunçuluqda məsuliyyətli hərəfə qırxım zamanıdır. Qırxılmış qoyun soyuq havada xəstələnə bilər. Bilirik ki, o qoyunun o tükü onu soyuq havada nə edir? Soyuqdan qoruyur. Əsasən yay aylarında, yəni ki, onlar nə edirlər? Qırxırlar. Deməli, qoyunçuluq dedik ki, məsuliyyətli tərəfə qırxım zamanıdır. Soyuq havada xəstələnə bilər. Sonra qoyun təsərrüfatı ailə üçün nəinki ekoloji təmiz qida məhsulları deməkdir, həm də yun corab, dəbli yun köynək üçün təbii xammaldır. Məsəl üçün, biz nə demişdik? Demişdik ki, keratinlidir da, qoyun idi, keçi idi, keratin zeylidir. Bax, burada da nə deyir? Deyir ki, yun corab əldə edə bilərik təbii xammal kimi, yun köynək, məsəl üçün, jaket toxuya bilərik. Həmçinin də ekoloji təmiz qida məhsuludur qoyun əti.